Karvan gedir, bu da dəvəsinə minir, getsin, çatsın. Dəvəsinə minir, gedəndə birdən bir nəfər oğru, quldur, qabağını kəsir, düş dəvədən, tez elə. Düşür dəvədən, deyir ki, dəvəm mənimdir. Nə düşün də, silahlı, quldurdur. Xurcunuvu bura ver. Xurcunda pullarıdır, yola apardım. Mənim də hamısı. Paltarları soyun. Dedim, insafın olsun, paltar. Siz mən necə gedim, ayıbdır, buna dəymək olmasa. Xurcunumda olan pulun yarısını ver, yarısı sənin halal xoşun, yarısını ver mənə, səfərə gedirəm. Dedi, hara gedirsən? Dedi, Allahın evinə gedirəm. Dedi, Allahın evi də var. Dedi, var, Məkkə Allahın evidir. Amma məkan baxımından yox, şərafət baxımından. Yer o qədər şərafətlidir ki, Allaha aid olunur. Başa saldı onu da, oğrudur, çölün quldurudur, onu başa düşmür belə şey. Dedi, yaxşı, getdin Allahın evinə, neyi necəsən orada? Dedim, ibadət edəcəm. Yəni, neyi necəsən? Dedim, da bilməm, nə başa salım buna, deyim, təvaf belə, səy belə. Dedim ki, Allahın sözlərini oxuyacam orada. Dedi, Allahın sözü də var. Dedi, hə. Dedi, oxu mənim üçün görüm. Oxu Allahın sözündən. Deyir, açdım, Zariyat surəsinin bu ayəsi gəldi. Və fissəmai rizqukum və mə tuadun. Deyir, göylərdə sizin ruzuğunuz var və Allahın vəd elədiyi hər şey var. Allah nə vəd eləsə sizə çatdıracaq, narahat olmuyor. Dedi, bu Allahın sözü, dedi, hə. Dedi, bu dəvə sənin, xurcun da sənin, paltarın da ənində, mənə də apardı onun evinə, görüm necədir. Deyir, dəvəyə minir, o oğru bu yanı ilə gedir. Bir müddət bu minir, o bunun yanına. Gəlirlər, çatırlar, miqata çatanda dedim ki, burada görüşə hazırlaşmalıyıq. Əynindən paltarlarını soyun, 2 ağ parça giyinib gedəcək Allahımızın görüşünə. Deyir, elə oradan getdik, ziyarətdə mən itirdim bunu. İtirdim də, itirdim, çıxdım, gəldim, qayıtdım Bəsriyə. Gələn il yenə də yol aldım, ziyarətə gedim. Gəldim, bir ziyarət elədim. Ziyarətimi bitirmişdim. Son təvaf eləyirdim, vida təvafı idi, nə idi? Vacib təvaf da deyildi. Gördüm, bir nəfər əlini çiynimə vurur. Çöndüm, baxdım, bir də tərif onu, tanıdım məni. Gördüm, nurani bir mələkuti siması var. Dedim, yox. Bir də oğru vardı, keçən il yolu kəsmişdim mənəm. Həmin oğruyam mən. Dedim, hə, çox gözəl. 1 ildir mən burada sərgərdanam çöllərdə. Sən Allahın evində, qapısında. 1 ildir mən burada hamballıq eləyirəm, yük daşıyıram, günümü, güzaranımı təmin eləyirəm. Allahın evində qaldım mən, başqa gedəcək yer istəmirəm. Ondan sonra dedi ki, başqa sözü də var sənin Allahın. Dedim ki, 1 ildir, başqa sözünü işləmişsən. Dedi, yox, hələ o sözdə qalmışam 1 ildir.